Qardaşım, anam indi harda? Əgər sağdırsa, bəlkə bu an mətbəxdə sənə yemək hazırlayır. Bəlkə pəncərədən sənin yolunu gözləyir. Bəlkə namazda səni Allaha tapşırır. O ana ki, 9 ay səni qarnında gəzdirdi. O ana ki, sən ağlayanda yuxusuz qaldı, sən yatasan deyə. O ana ki, ac qaldı, sən tox olasan deyə. İndi o qocalıb, saçları ağarıb, əlləri titriyir və sən ona zəng etməyə vaxt tapmırsan. Onun söhbəti sənə darıxdırıcı gəlir. Amma bir gün, Allah eləməsin o günü, onun səsini eşitmək üçün dünyanı verəcəksən. O nömrəni yığacaqsan, cavab olmayacaq. O qapını açacaqsan, o içərdə olmayacaq. Peyğəmbərimiz deyib, cənnət anaların ayaqları altındadır. Bu videomu bitirən kimi dur, onun yanına get, əlini öp. Səni sevirəm ana de. Çünki bir gün gec olacaq.